Uşaqlar istedadda, öyrənməyə meyillidirlər, amma təhsil sistemimiz onların bu istedadını məhv edərək onları kor qoyur, robotlaşdırır. Bunu mən yox, 90-cı illərdə Carl Sagan deyib. Lakin Sagan bu dediklərini mən öz şəxsi məktəb təcrübəmdə də müşahidə etmişəm. Aşağı siniflərdə uşaqlar öyrənməyə daha canfəşanlıqla yanaşır, amma yuxarılara doğru qalxdıqca tam əksinə sönük, candərdi şəkildə. Bunun da səbəbi odur ki, təhsil standartlar üzərində qurulub. Uşaqların ehtiyacları, maraqları nəzərə alınmır. Ən əsası, heç kurikulumun özü belə praktikada yetərincə tətbiq edilmir. Və bu da sistematik prosesdir. Təhsil verənin özünün şəxsiyyət azadlığına, şəxsi həyatına dəyər verilmir. Yəni bir müəllim ki, özü azad olmayandan sonra o azad fərdlər də yetişdirə bilməz. Əlbəttə, azadlıq heç vaxt verilmir, alınır. Burada müəllimlər, fərdi vicdanlar önəmli rol oynayır. Kimsə əlini daşın altına qoymalıdır. Şəxsən özümdən misal verim. Şagirdlərə hər dəfə qeyd edirəm ki, istəyirsən lap 30-dan 30 yaz, bu sənin hələ bu mövzunu bildiyini, anladığını göstərmir. Əgər şagird bəhs etdiyi mövzu haqqında qarşımda dil ötməyəcəksə, məni məntiqi dəlillərlə susturmayacaqsa, bu məni əsla qane etməz. Təhsil həyata hazırlamalıdır. Həyat isə irəliyə doğru getdikcə asanlaşmır, əksinə çətinləşir. Bu ruhdan salma deyil, əksinə reallıqla qarşılaşdırmadır. Müəllimin ilk vəzifəsi məhz bu olmalıdır. Xüsusən də müasir kurikulumun 4K bacarıqları içərisində olan tənqidi, kritik, məntiqi, eləcə də kommunikasiya bacarıqları filologiya, Azərbaycan dili və ədəbiyyatı ixtisasında öz əksini tapır. Filologiya ictimai reallıq, həyat həqiqətlərindən bəhs edən əsas elm sahəsidir. Adicə filologiyadakı logos termini belə şagirdlərə mütləq şəkildə izah edilməlidir. Logos söz, cümlə, məntiq, arqument deməkdir. Niyə cümlə, məntiq və arqument? Çünki cümlə bir bitmiş fikir olduğu üçün biz hər dəfə ən xırda bir cümlə quranda, fikir irəli sürəndə əslində bir məntiq irəli sürürük və o mütləq şəkildə əsaslandırılmalı, sübuta yetirilməlidir. İnsafən demək lazımdır ki, son illərdə təhsil sistemimizdəki ən müsbət yeniliklərdən biri mətn testlərinin salınmasıdır. Oradakı səbəb-nəticə əlaqəsi, tezis, müddəa, onun faktlarla, məntiqi dəlillərlə əsaslandırılması çox mühüm bir yenilikdir. Çünki bunlar bizə real həyatda da lazımdır. Tənqidi təfəkkürün əhəmiyyəti budur. Tənqid həyati bir şeydir. Hər dəfə şagirdlərə də deyirəm ki, kimsə sizə mənəvi cəhətdən hökm etməyə, baskı etməyə çalışsa, onu hər zaman sorğulayın. Niyə belə düşünürsən? Fakt gətirsin, məntiqi dəlil gətirsin. Əgər bunu gətirə bilmirlərsə, həmin adamlara qulaq verməyin. Həmçinin dil ədəbiyyatdakı ən quru qaydaları, mövzuları belə həyati məsələlərlə əlaqələndirdikdə daha effektiv olur. Misal üçün, feilin vacib şəklini izah edərkən hər dəfə deyirəm ki, bu bir məcburiyyət ifadə edir. Yəni keyfi istək yox, zərurət, məcburiyyət. Tutalım, hər kəs siyasətə maraqlanmalıdır cümləsini qururuq. Niyə maraqlanmalıdır? Çünki siyasətdən, idarəçilikdən kənar heç nə yoxdur. Yəni sən buna məcbursan, maraqlanmalısan. Maraqlanmasan başına daha pis şeylər gələcək. Hər zaman necəsə idarə olunursan, bu idarəçilikdə iştirak edəsən, daha yaxşıya doğru dəyişmə ehtimalı var. Yəni bu bir məcburiyyətdir. Malı məli məcburiyyəti ifadə edir. Eləməlisən, başqa çıxış yolun yoxdur.